İllər əvvəl qonşuluğumuzda bir falçı var idi. Səhər 7-dən insanlar gəlirdilər, növbəyə dururdular. Halbuki o falçının özünün 2 oğlu, bir qızı var idi. Oğlu da, qızı da dəfələrlə nişan qaytarıb boşanmışdılar. Baxın, bu falçı əgər sizin balanızın bəxtini açandısa bu falçılar, elə öz balalarının bəxtini açsınlar da. Necə olur öz övladları nişan qaytarır, nə bilim boşanır, işsiz qalır, boğaza qədər, xirtdəyə qədər problemin içindədirlər. Özlərinə heç bir əlac edə bilmirlər, amma sizin probleminizi həll edəcəklər. İnanmayın, bloka atın, zülmlə, əziyyətlə qazandığınız pulu heyf etməyin. Onların bu hicablarına, əllərində tutduqları Qurana, təsbihə inanmayın. Bir görüntü yaradırlar, bir fon yaradırlar. İnanasınız, sanki Allahdan gəlir. Allahdan gəlmir, şeytandan gəlir. Hamısı şeytan əməlidir. Açın Qurani Kərimi oxuyun. Qurani Kərimdə Allah özü deyir. Fal şeytan əməlidir. Stalinin falçı ilə bağlı məşhur bir hekayəsi var. Stalinə deyirlər, bir falçı gəlib sənə görüşmək istəyir. Deyir, aparın güllələyin. Həqiqətən öncə görücü olsaydı gəlməzdi. Öldürüləcəyini bilə-bilə.